Solar bir illik fərdi proqnozdur. Mükəmməl bir şeydir, yəni. Mənim ümumiyyətlə mənə müraciət edən insanların da, müştərilərin ən çox sevdiyi məncə konsultasiya odur. Çünki bax o bir illik çox gözəl proqnoz verir. Yəni bir ad günündən o biri ad gününə kimi hesablanır. Çünki bizim ilimiz məhz bizim ad günümüzdə başlayır. Yəni bəzən olur bir gün tez, bir gün gec. Və ildə bizə hansı enerjilərin gəlib getdiyini göstərir. Və biz onu öncədən tərtib edərək, ad günümüzdən xüsusilə 2-3 ay öncə tərtib edərək, biz bu enerjiləri gözəl təsir edə bilirik. Lap tam dəyişə də bilərik. Solar başlanan periodda, məsələn, başqa ölkəyə getməklə tam dəyişmək olur solar. Məsələn, praktikamda olub, xanım müraciət edib, deyib ki, məsələn, mən istəyirəm mənim şəxsi həyatımda nəsə bir yenilik baş versin. Amma onun solarında şəxsi həyat ümumiyyətlə yox idi. Yəni, çox belə karyeraya bağlı idi. Xanım karyerasında şikayəti yox idi. Deyirdi ki, mən artıq karyeradan bezmişəm, şəxsi həyat istəyirəm. Tapdım, hesabladım onun üçün başqa bir ölkə. Getdi ad gününü həmən o ölkədə qarşıladı, qeyd etdi və həmən il çox şükürlər olsun ki, şəxsi həyatında çox gözəl bir dəyişikliklər baş verdi.